Mübahisə elədiyin və ya daimi olaraq bir rəqibin var, düşmənin var. Onunla necə mübarizə aparmalısan, səndən tamamilə əl çəkəcəkmi? Gəl buna baxaq. Gəl birinci düşməninə baxmağa çalışaq. Kimdir düşmənin? Düşmənin kimdir? Səninlə əlaqəsi, nə cür əlaqəsi var və nə üçün sənə düşmənlik edir? Birinci buna baxaq. Kimdir? Düşmənin daima, belə deyim də, mübarizə aparan bir insandır. Düşməninin ola bilsin ki, belə deyim, əslində xarakter olaraq mı deyim, görünüş olaraq mı deyim, çox çirkin bir insandır. Yəni, belə deyim, bəlkə də baxımlı ola bilər, bəlkə də nə bilim, tutaq ki da, yəni 20% tutaq ki, özünə nə isə gözəlləşdirmək istəyə bilər, amma onun o qədər negativ bir aurası var ki, o insanın üzünə baxanda bilirsən ki, bu çox negativ bir insandır. Bu daima səni izləyir, daima sən bu dəqiqə onu uzaqlaşdırmısan, bəli, görürəm ki, uzaqlaşdırmısan, amma daima bir yol axtarır, daima ya magiya ilə, ya nə bilim, nə ilənsə, daima sənə belə bir pislik eləməyə çalışan bir insandır bu insan. Maddiyyatla əlaqədar sıxıntılar var bu insanın. Bu insan daima maska taxır. İkili xarakterə malikdir bu insan. Daima maska taxır. Görünüşcən bunun, belə deyim də, burnu və ya çənəsi diqqət çəkə bilər. Yəni, fərqli tərzdədir, fərqli görünüşdədir bunun burnu və ya çənəsi. Üzünə baxanda zaten qəzəbli bir görünüşü var bu insanın. Üzünə baxanda qəzəbli bir görünüşü var bu insanın. Gəl bir də baxaq kimdir? Həyatda da belə oradan bura, buradan ora vuran bir insandır. Həyatda konkret bir yer tuta bilən bir insan deyil bu insan. Xarakter olaraq belə bir insandır. Səninlə nə cür əlaqəsi var? Ola bilsin bu insanın səninlə duyğusal bir əlaqəsi olubdur və yaxud da ki, bəzilərimizdə tutaq ki, ailə ilə əlaqədar çiriz-çiriz qohumluq əlaqəsi olubdur və yaxud da ki, ailəvi dost və yaxud da ki, rəfiqə. Çünki bu insanla, yəni bir masada oturmuşluğunuz var, bu insanla görüşmüşlüyünüz var, özdə ailəvi cəhətdən. Tutaq ki, bəlkə də elə bir, tutaq ki, sənin ailəni tanıyırsan, onun ailəsini tanıyırsan, belə bir insandır. Ailəvi məkanda tanınan bir insandır, tanıdığınız bir insandır, səninlə niyə düşmənçilik edir? Əslində, onun səninlə düşmənçiliyi onun daxili kompleksindən və problemlərindən əlaqədardır. Bu insanın səninlə düşmənçiliyi onun həyatdakı bədbəxtçiliyi ilə əlaqədardır. Bu insan, bax, bir ucu ucuna tutturaraq yaşayan bir insandır. Əlindən, belə deyim də, hər şey əlindən dağılır həyatda. Həyatda hər şey əlindən dağılır və bu insan ola bilsin ki, münasibətlə əlaqədar da uçurum yaşayıbdır. Bəlkə də ayrılıbdır, bəlkə də ciddi bir münasibəti olubdur, nə bilim, ciddi bir ilişkidən çıxmış, ciddi bir münasibətdən çıxmış və heç cürə normal bir münasibətlərə alınmayan bir insandır. Yəni, bu insan duyğusal cəhətdən tam olaraq boşluqda olan bir insandır. Belə bir insan gəlir. Bu, sən biləcəksən kimdir, nədir? Aha, səninlə düşmənçiliyinin səbəbi nədir? Onu da baxaq yenə də. Təkrar sual verək. Səninlə nə üçün düşmənçilik eləyir? Bu insan səninlə nə üçün düşmənçilik eləyir? Nə üçün? Yenə deyirəm, bu insan, bax, bunu izləyən qadındırsa, bu sənin gözəlliyinə, sənin həyatda tutduğun yerə, burada bəziləriniz tutaq ki, ya evlisiz, ya münasibətdə tutaq ki, belə deyim də, özünüzü yüksəkdən tutursunuz, həmişə hörmətə, sayğıya tutursunuz. Yəni, bu insan sizin əlinizdə olanlara paxıllıq eləyə bir insandır. Ya maddi cəhətinizə, ya həyatınıza, hər nədirsə, yəni daimi olaraq sizi özündən yüksəkdə görən bir insandır. Göstərmir əslində, yəni belə deyim də, nə qədər kompleksli olduğunu göstərmir, amma çox kompleksli bir insandır. Sən nə qədər səmimi insansansa, o sənin tam elə bil ki, əksindir bu insan. Tamam. Gəl baxaq, hazırda sənə hansısa negativ, hansısa bir pislik edirmi? Edirmi? Etməyə çalışırmı?
Mən sənə deyim ki, o nə eləsə də sən burada pod защитaysan, sən burada qoruma altındasan. Bu nə eləyir? Özünə qayıdır. Yəni bunu hətta yəni belə deyim, sən hiss eləmirsən bu insana, bunu uzaq tutmusan. Yəni sən bilirsən konkret kimdən gedir söhbət. Mən sənə bunu deyim. Sən ondan özünü qoruyursan, sən öz aləmindəsən və bu insan bir ilahi ədalətin cəzasına keçibdir. Yəni bu insan bu dəqiqə cəzalanır. Öz hayına qalıbdır bu insan. Maddi cəhətdən ya münasibət cəhətdən hər nədirsə bu insan cəzalanır bu dəqiqə. Tamam. Gəl baxaq. Sənə hansısa bir planı varmı bunun? Sənə hansısa bir kavarna bir planı varmı? Hansısa bir pislik etmək və ya addım atmaq bir planı varmı düşmənin? Onu gecə gündüz fikirləşirik, ölçür, biçir, mən ona necə addım ata bilərəm, mən ona nə edə bilərəm. İstəyir eləmək sənə, amma alınmır yəni. Dəfələrlə eləyibdir, mən sənə deyim ki, dəfələrlə də uğursuzluqla nəticələnibdir. Çünki mən sənə bir şey deyim, sənin günəşin, sənin işığın, sənin ürəyinin təmizliyi ilahi tərəfindən qorunursan xarakterə görə, ürəyinin hədiyyəsini alırsan zaten, sən qorunmadasan. Onunla necə mübarizə apara bilərsən? Gəl baxaq. Nə etməlisən ki, o tamamilə səni unutsun, tamamilə səninlə uğraşmasın. Onunla necə mübarizə aparmalısan, onu necə bir dəfəlik, belə deyim də, məhv etməlisən deməyək də, yəni onu necə bir dəfəlik susturmalısan. Heç necə. Heç necə yəni. Sən özünə güvənməlisən. Sən özün daimi olaraq burada belə deyim də özün üçün təmizliklər eləməlisən və sənin onunla əlaqədar qorxun boş bir qorxudur. Sənə kartlar bunu demək istəyir ki, yəni bu insanı heç düşünməyə dəyməz. Bu insan zaten nə eləsə özünün üzərinə töküləcək, nə eləsə öz cəzasını çəkəcək. Sən çalış bu insanla ümumiyyətlə düşünmə bu insan haqqında. Bu insan haqqında düşünmə, bu insan boşluğa düşəcək. Bu insan bilirsən həyatında necədir, kabelka kolesi, ya belə deyim, həyatında ziqzaq yaşayır. Elə bil ki, həyat bundan məzələnir, konkret, yəni nəyisə əlinə verir, riski əlindən gedir hər şey. Bir damcı addım atır, riski əlindən hər şey gedir. Yəni bu insan tam hər şey düzəldi dediyi yerdə təkrar ipləri qırılır bu insanın. Nə üçün? Elədiyi şeylərin cəzasını çəkir. Gəl baxaq, ümumiyyətlə, ilahi ədalət onunla necə təcəlli eləyəcək, o insanla necə təcəlli eləyəcək ilahi ədalət. Onun ailəsindən vuracaq ilahi ədalət, onun ailəsindən əlaqədar hansısa bir sıxıntı baş verə bilər, böyük bir sıxıntı baş verə bilər, ola bilsin münasibətlə əlaqədar ciddi bir ayrılıq yaşaya bilər, ola bilsin ailəsindən əlaqədar bu insanın hansısa bir sirri açıla bilər və hər kəs artıq onu yargılayacaq, hər kəs ondan uzaqlana bilər. Necə cəzalanacaq? Çtörka miçeyi gəlir. Bu insanın əlindən hər şey gedəcək, məsələn deyim ki, bu dəqiqə güvəndiyi nələr varsa, tutaq ki, çiçəklər əkibdir, deyir, yetişəcək, tutaq ki, məsələn, həyatda tutaq ki, hansısa bir addımlar atır, düşünür, yüksələcək. Elə o yüksəldiyini düşündüyü yerdən də bu insan vurulacaq, yəni sən bu insanı düşünmə. Aldım, qəbul edim, yaz, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.